Salam əziz abituriyentlər, bugünkü dərsimizdə düz xətli dəyişən sürətli hərəkət, təcil, bərabər təcil hərəkəti, sürət və sürət zaman qrafikləri, bərabər təcilli hərəkətdə yer dəyişmə və yer dəyişmə zaman qrafikləri. Deməli, biz düz xətli bərabər sürətli hərəkət haqqında məlumat vermişdik. Düz xətli bərabər sürətli hərəkət zaman keçdikcə bərabər zaman fasilələrində, daha doğrusu bərabər yollar qət edən cismin hərəkətinə deyilir. Biz uzun yol boyunca bərabər sürətlə hərəkət edə bilmirik. Məsələn, tutaq ki, hər hansısa bir şəhərlə şəhər arasında avtomobil sıxlığı çox olduğu üçün avtomatik orada bizim sürətimiz vaxtaşırı artacaq, azalacaq, maşınların sayı çoxalanda sürətimiz azaldacaq, yol boş olarsa sürətimiz artıracaq. Yəni, zaman keçdikcə bizim sürətimiz dəyişəcək. Ona görə tərif olaraq bu şəkildə deyirik ki, düz xətli hərəkətdə bərabər zaman fasilələrində müxtəlif yer dəyişmələri icra edən cismin hərəkətinə dəyişən sürətli hərəkət deyilir. Dəyişən sürətli hərəkətdə artıq biz ani sürət anlayışını istifadə edəcəyik. Ani sürət nədir? Zamanın verilmiş anında, trayektorun verilmiş nöqtəsindəki cismin sürətinə ani sürət deyilir və ani sürət spidometr adlanan cihazdan ölçülür. Yəni, vaxtaşırı bizim sürətimiz dəyişir. Məsələn, tutaq ki, sürətimiz əvvəlcə 5 idi, sonra 10 ola bilər, sonra 17 ola bilər, sonra 25 ola bilər və s. Yəni, sürətimiz vaxtaşırı dəyişir. Artıq bizim sürətimiz dəyişdi. Sürətin nə qədər dəyişdiyini bildirən fiziki əməliyyat təcil olacaq. İndi biz düz xətli bərabər təcilli hərəkətdən danışacağıq. Bərabər təcilli hərəkətimiz nədir? Məsələn, tutaq ki, sürətimiz əvvəlcə 5 idi, sonra 10 oldu, sonra 15 oldu, sonra 20 oldu və s. Yəni, baxırıq ki, bizim sürətimiz hər saniyədə 5-5 artıb. Yəni, sürət dəyişməsi zaman keçdikcə eyni. Ümumiyyətcə, tərif olaraq bu şəkildə deyirik ki, sürət dəyişməsinin həmin dəyişməyə sərf olunan zamana nisbətinə təcil deyilir. V-V0 bölünsün T düsturundan hesablanır. Burada V son sürət, V0 başlanğıc sürətdir. Təcil vektorial kəmiyyətdir. Sürət dəyişməsi istiqamətində yönəlir. Yəni, biz bunu delta V bölünsün T yaza bilərik. Delta T şəklində yaza bilərik. Təcil sürət dəyişməsi istiqamətində yönəlir. Təcil vahidi olaraq 1 metr bölünsün saniyə kvadratı qəbul olunmuşdur. Təcil aksilometr adlanan cihazla ölçülür. Bu bizim təcilimiz. İndi biz düz xətli hərəkətdə bərabər zaman fasilələrində sürət eyni qədər dəyişərsə, belə hərəkətə düz xətli bərabər təcilli hərəkət deyilir. Düz xətli bərabər təcilli hərəkətdə təcil, qiymət və istiqamətcə sabitdir. Yəni, buna biz deyəcəyik düz xətli bərabər təcilli hərəkət. Yəni, bizim sürətimiz zaman keçdikcə eyni qədər dəyişəcək. Buna deyəcək düz xətli bərabər təcilli hərəkət. Bərabər təcilli hərəkətdə təcilimiz sabitdir. Təcildə vektorial kəmiyyət olduğuna görə onun da proyeksiyası mövcuddur. Biz təcilin zamandan asıllıq qrafikini çəkəsi olsaq, A-nın T-dən asıllıq qrafikini modul olaraq götürürəm. Olacaq sabit asıllıq. Yəni, bizim təcilimiz zamandan asılı olmayacaq. Əgər təcilin proyeksiyasına baxası olsaq, təcilimizin proyeksiyası müsbət ola bilər, təcilimizin proyeksiyası mənfi ola bilər. O zaman təcil zaman qrafikini biz bu şəkildə çəkəcəyik. Yəni, AX-in T-dən asıllıq qrafiki. Əgər təcilimizin proyeksiyası müsbətdirsə, müsbət sabit, AX böyükdür 0. Təcilimizin proyeksiyası mənfidirsə, qrafikimizi mənfi sabit çəkəcək. AX kiçikdir 0. Bu artıq olacaq bizdən ötürü təcilin proyeksiyası zamandan asıllıq qrafik. Başda qəbul edirik ki, bərabər zaman fasilələrində bərabər sürətlər dəyişir. Yəni, sürət eyni qədər dəyişir. Belə hərəkətə biz bərabər təcilli hərəkət deyəcəyik. Bax, bərabər təcilli hərəkətimizin tərifi, bax, budur, təcilimiz sabitdir. İndi gəlin, buradan son sürətimizi təyin edək. Son sürətimizi təyin edək olsaq, son sürətimizin düsturu olacaq bizdən ötürü V0 üstə gəlinsin, A vurulsun T. Artıq bu təcilli hərəkətdə bizdən ötürü sürət zaman tənliyidir. Artıq bizim tənliyimizdən görürük ki, bizim sürətimiz zamandan xətti asılıdır.
Sürət və təcilin istiqamətinə görə hərəkətimiz iki növə ayrılacaq. Sürət və təcilin istiqamətinə görə hərəkətimiz iki növə ayrılacaq. Birinci hərəkətimiz düz xətli bərabər yeyinləşən. Yeyinləşmək o demək ki, sürətimiz zaman keçdikcə artır. İkinci, düz xətli bərabər yavaşlayın. Düz xətli bərabər yavaşlayın. Düz xətli bərabər yeyinləşən hərəkətimiz nədir? Sürət və təcil vektorları əgər eyni istiqamətdə yönələrsə və ya proyeksiya olaraq deyə bilərik, sürət və təcil vektorları proyeksiyaları eyni işarəli olarsa, ya hər ikisi müsbət, ya da hər ikisinin proyeksiyası mənfi olarsa, belə hərəkət düz xətli bərabər yeyinləşən hərəkət adlanır. Məsələn, tutaq ki, biz bu hərəkətləri x oxu üzərində bu şəkildə qeyd edə bilərik. O x oxu, məsələn, cismimiz bu istiqamətdə hərəkət edir, onda təcilimiz də bu istiqamətdə olacaq. Və yaxud da ədəd oxu üzərində OX cisim x oxunun əksinə hərəkət edir və təcilimiz də x oxunun əksinədir. Əgər sürətin proyeksiyası müsbət, təcilin proyeksiyası müsbətsə, bu ox istiqamətdə bərabər yeyinləşən hərəkətdir. Əgər sürətimiz mənfi, təcilimiz də mənfidirsə, bu isə oxun əksi istiqamətdə bərabər yeyinləşən hərəkət. Məsələn, bu oldu bizim bərabər yeyinləşən hərəkətimiz. Gəlirik bərabər yavaşlayan hərəkətə. Əgər sürət və təcil vektorları əks istiqamətdə yönələrsə, yəni sürət və təcilin qiyməti, proyeksiyası əks işarəli olarsa və yaxud da Vx-imiz mənfi, Ax-imiz müsbət olarsa, belə hərəkət düz xətli bərabər yavaşlayan hərəkət adlanır. Ədəd oxu olaraq qeyd eləyəsi olsaq, bizim OX oxu üzərində, məsələn, cismimiz olsun bu, cismimiz tutaq ki, bu istiqamətdədir, amma təcilimiz yönəlib x oxunun əksinə və yaxud da ədəd oxu üzərində OX oxu, bizim cismimiz x oxunun əksi istiqamətində hərəkət eləyir, amma təcilimiz x oxu istiqamətindədir. Əgər sürət müsbət, təcil mənfidirsə, buna deyəcəyik biz ox istiqamətdə bərabər yavaşlayan. Əgər sürət mənfi, təcil müsbətdirsə, deyəcəyik oxun əksinə bərabər yavaşlayan. Bax, bu olacaq bizdən ötürü təcilli hərəkətdə yavaşlayan və yeyinləşən hərəkətimiz. İndi sürət zaman tənliyinə baxası olsaq, tənliyimizdə bunu bu şəkildə yazacağıq. Tənliy olaraq göstərirəm. Məsələn, tutaq ki, Vx bərabərdir, yazacağım V0 üstəgəl AT. Artıq burada sürət də müsbət, təcil də müsbət. Və yaxud da Vx bərabərdir, mənfi V0 çıx AT şəklində olacaq. Bu yeyinləşən hərəkətlərə aiddir. Məsələn, burada Vx bərabərdir, yazacaq V0 çıx AT və yaxud da Vx bərabərdir, mənfi V0 üstəgəl AT. Bunlar isə bərabər yavaşlayan hərəkətə aiddir. Yəni, sürət zaman qrafiki xəttə asılıdır və qrafikimiz hardan başlayacaq? Müəyyən V0-dan başlayan qrafik olacaq. Yəni, sürət zaman qrafikini çəkək, sonra tənlik olaraq göstərəcək. Məsələn, Vx-in T-dən asıllıq qrafiklərini biz bu şəkildə çəkəcəyik. Qrafikimiz başlayacaq V0-dan, əgər V0x-imiz böyükdür, 0 olarsa, qrafikimiz başlayacaq mənfi V0-dan, əgər V0-ımız kiçikdir, 0-dırsa. Qrafikimiz olacaq bu şəkildə, yeyinləşən hərəkət, yeyinləşən hərəkət. Ox istiqamətdə yeyinləşən, oxun əksinə yeyinləşən.
Yəni qrafikimiz zaman oxundan uzaqlaşırsa, artıq bu hərəkət yeyinləşən hərəkət adlanır. İndi gələk növbəti tənliklərimizin qrafikinə. Buradakı qrafiklərimiz isə bu şəkildə olacaq. VX-in T'dən asıllıq qrafikində qrafiklərimiz yenə başlayacaq V0-dan. Bizim başlanğıc sürətimiz əgər müsbətdirsə, V0-dan başlayan azalan düz xətt olacaq. Biraz yuxarıdan çəkək, səliqəli alınsın. V0x-imiz böyükdür 0 və qrafikimiz yavaşlayan qrafikdir. Sonra mənfi V0x, yəni V0-ımız mənfi olarsa, qrafikimiz yenə də yavaşlayan qrafikdir. Bu olacaq ox istiqamətdə yavaşlayan, bu isə olacaq oxun əksinə yavaşlayan. Deməli, qrafikimiz zaman oxuna, sürət zaman qrafikinə, qrafikimiz zaman oxuna yaxınlaşarsa, bu yavaşlayan hərəkət, zaman oxuna uzaqlaşarsa, bu isə yeyinləşən hərəkətdir və grafikin başladığı nöqtə bizdən ötürü başlanğıc sürətimizi bildirir. İndi cisim dayandığı yerdən hərəkətə başlayarsa, buna biz sükunət vəziyyəti deyəcəyik. Sükunət. Sükunət vəziyyətində cismin başlanğıc sürəti 0 olur. Onda bizim sürətimizin proyeksiyası AXT şəklinə düşür. Bu isə Y bərabərdir KX funksiyasına oxşadığına görə ümumiyyətcə başlanğıc sürətimiz 0-sa cisim sükunət vəziyyətindən hərəkətə başlayır və sükunət vəziyyətindən hərəkətə başlayan cisim yeyinləşən hərəkət edir. Sadəcə qrafiklərimiz nə ola bilər? X oxu istiqamətində yeyinləşən, X oxunun əks istiqamətində yeyinləşən hərəkət. Bu isə bizdən ötürü V0-ımız 0 olandır. Burada Vx böyükdür 0-dır, burada isə Vx kiçikdir 0-dır. Sükunət vəziyyətindən hərəkət yeyinləşən hərəkətdir. Belə. Bax, bu oldu bizə ötürü sürət zaman qrafiki. Məsələn, artıq biz sürət tənliyinə diqqət eləyəsi olsaq, baxarıq ki, T-nin qarşısındakı təcildir, T-siz olan isə V0-dır. Yəni, məsələn, tutaq ki, məsələ olaraq deyirəm, bizə belə bir sual versə ki, sürətin proyeksiyasının zamandan asılı tənliyi verilmişdir. Məsələn, tutaq ki, 3 çıxılsın 2T şəklində. Bizdən soruşa bilər, təcilin proyeksiyasının zamandan asıllıq qrafiki. Deməli, mən bu tənlikdən baxacam ki, bizim əsas tənliyimiz Vx bərabərdir, V0 üstə gəlilsin, V0x üstə gəlilsin, AX-dir. Demək, T-nin qarşıdakı təcil. Demək ki, bizim təcilimizin proyeksiyası mənfi 2 metr/saniyə kvadratıdır. Və mən bilirəm ki, təcil zamandan asılı deyil, təcilimizin qiyməti mənfi 2 götürəcəm və zamandan asılı olmayacaq. Bu olacaq bizdən ötürü təcil zaman qrafiki. Yəqin ki, burada bir problemimiz yoxdur. Və yaxud da məsələn, həmin tənlik üçün sürət zaman qrafikini istəyə bilər bizdən. Sürət zaman qrafikini istəsə, mən baxıram ki, bizim hərəkət tənliyimiz yavaşlayan hərəkətdir. Hardan bilirəm? Baxıram, sürət müsbətdir, təcil mənfidir. Demək ki, bu yavaşlayan hərəkətdir. Və sürətimiz 3-dür. Başlanğıc sürətimiz 3-dür. Ona görə başlanğıc sürəti 3 yazıram. Sonra da X oxu istiqamətində başlayıcısın yavaşlayan hərəkət etməyə. Əgər tənliyi 0-a bərabər götürsək, yəni son sürətimizin 0 olduğu halda zamanı da buradan tapa bilərik. Məsələn, tapsaq 1,5 eləyir, bura 1,5 yaza bilərik. Belə. Bax, bu oldu sürət zaman qrafiki tənlik verilərkən qurulması və kəmiyyətlərin tapılması anlayışı. İndi məsələn, sürət zaman qrafiki verilibsə, təcilin tapılması ilə də bağlı bir nümunə misal verək. Bunlara aid nümunə misal olsa çəkəcəyik, ayrıca izah olunacaq. Bir dənə də çəkirəm, belə bir qrafik. Məsələn, tutaq ki, belə bir qrafik verib bizə, bura tutaq ki, 2 yazıb, bura mənfi 10 yazıb, burada 0 yazıb. Bizdən soruşur ki, təcilin proyeksiyasını hesablayın. Məsələn, təcilin proyeksiyası mən bilirəm ki, Vx çıxılsın V0x bölünsün T'dir. Bərabərdir. Bizim başlanğıc sürətimiz neçədir? Mənfi 10-dur. Son sürətimiz neçədir? 2 saniyə sonunda 0-dır. Yazacam, 0 çıxılsın mənfi 10 bölünsün 2. O da eləyəcək 10 bölünsün 2. Cavabımız olacaq 5 metr bölünsün saniyə kvadrat. Artıq təcilimizin zamandan asılılıq qrafikini də istəyə bilər. Eyni bu məsələn verib, onda təcilin proyeksiyasının zamandan asılılıq qrafikini biz necə çəkərik?
təcilimizi 5 götürərik və qrafikimizi sabit asıllıq çəkərik. Bu da olar təcilin zamandan asılıq qrafik. Belə. Bu bizim sürət, zaman, asıllıqlarımız. Yəni təcilli hərəkətdə sürət zamanla xətti düz asılılır və hərəkətin istiqaməti həmişə yadda saxlayaq ki, sürətin proyeksiyası ilə təyin olunacaq. Sürətin proyeksiyası müsbətdirsə hərəkət ox istiqamətində, sürətin proyeksiyası mənfidirsə hərəkət oxun əksinədir. Məsələn, tutaq ki, bizə belə bir sürət zaman qrafiki verə bilər və x-in t-dən asıllıq qrafiki verə bilər. Qrafikimizi məsələn bu şəkildə çəkər. Deyər ki, cisim istiqamətini neçə dəfə dəyişmişdir. Bax, sürət zaman qrafikində qrafikimiz zaman oxunu neçə dəfə kəsib keçərsə, məsələn T1 və T2 zamanlarında artıq cisim istiqamətini dəyişir. Qrafik zaman oxunu neçə dəfə kəsib keçərsə, istiqamət həmin say dəfə dəyişmişdir. Bu yalnız sürət zaman qrafikinə aiddir. Belə, təcilli hərəkət, sürət, ani sürəti dedik. İndi gələk təcilli hərəkətdə yer dəyişmə qrafiklərinə və ondan sonra yekunlaşdıraq işimizi. Deməli, biz yenə də bura başlıq olaraq, kiçik başlıq olaraq yer dəyişmə yazıram. Bizim yer dəyişməmiz bərabər sürətli hərəkətdə yer dəyişməmiz demişdik ki, sürət zaman hasili ilə təyin olduğuna görə fiqurun sahəsi axtardığımız kəmiyyətdir. Deməli, mən burada nə edirəm? Əvvəlcə sürət zaman qrafiki çəkəcəm bir dənə sadə buradan. Belə bir qrafik çəkək. Sürət zaman qrafiki modul olaraq çəkirəm. Əvvəlcə yeniləşən hərəkəti verəcəm, sonra da yavaşlayan hərəkətlərini izahlayacaq. Tutaq ki, bizim müəyyən başlanğıc sürətimiz var. V0 və cisim yeniləşən hərəkət eləyib. Son sürəti olub V və orada sərf olunan zamanımız T-dir. Artıq bizim deməli, biz buradakı trapesiyanın sahəsini bərabər eləyəcək yer dəyişməyə. Bax, trapesiyanın oturacaqlarından biri V0'dır, digər oturacağımız isə V-dir. Bu parçanın uzunluğu V-dir. Onda bizim yer dəyişməmiz S bərabərdir V plus V0 böl 2 vur T. Trapesiyanın sahəsindən istifadə elədik. Tapdıq bunu belə. Bax, bu yer dəyişmənin təcilli hərəkətdəki əsas düsturlarından biridir. Artıq biz sürətin yerinə V0 üstə gəlinsin AT ifadəsini yazmaqla digər düsturumuzu çıxarda bilərik. Onda bizim S-imiz üçün ikinci bir düsturumuz belə olacaq. V0T üstə gəlinsin AT kvadratı bölünsün 2. Bu növbəti düsturumuz. Sonra gələk növbəti düsturun çıxarılışına. Deməli, mən nə edəcəm? Bax, buradakı T-nin yerinə bizim A-mız V çıx V0 böl T idi. Onda mən buradan T-ni təyin eləsəm, V çıx V0 bölünsün A ifadəsini alaram. T-ni yerinə yazsaq, kəsir vuranda sürətə, məxrəci məxrəcə. Sürətimiz V plus V0, V minus V0. Riyaziyyatda bu A kvadrat çıx B kvadratını verir. Onda S-in düsturu olur bizdən ötürü V kvadrat çıxılsın V0 kvadrat bölünsün 2A. Bu da bizim yer dəyişməmizin növbəti düsturu. Belə. Artıq 3 dənə düstur aldıq. İndi biz bu düsturları, bu yeniləşən hərəkət üçün olan düsturlarımızdır. Yavaşlayan hərəkətdə isə biz burada V ilə təcilin qiymətlərini dəyişəcəyik. Deməli, gəlin birinci sükunət vəziyyətindən hərəkətdəki yer dəyişmənin tənliklərinə baxaq. Əgər V0 x-imiz 0-a bərabər olarsa, onda yer dəyişməmizin tənliklərini kənardan yazalım. Onda S-x'imiz bərabər olar VT bölünsün 2. Sonra S-x'imiz VX-də yazaq, bərabər olar. Burada olacaq AXT kvadratı bölünsün 2. V0 0 olduğu üçün və üçüncü tənliyimizdə S-x bərabər olar. V kvadratı, yəni VX kvadratı bölünsün 2AX. Bax, bu V0 0 olanda yer dəyişmənin tənlikləridir. Həmin tənliklərə baxası olsaq, deməli, V0 0 olanda yer dəyişmənin tənlikləri. Burada yer dəyişmənin tənliklərindən görürük ki, buradan baxırıq ki, bizim
yer dəyişməmiz zamanla kvadratik düz mütənasib asılıdır. Bax, bunlar hamısı bərabər yeniləşən hərəkətə aid tənliklərimizdir. İndi mən buradan bərabər yavaşlayan hərəkətdə yavaşlayan hərəkətdə tənliklərimizi yazacaq. Məsələn, birinci tənliyimizdə dəyişiklik olmayacaq. Birinci tənliyimiz yavaşlayan hərəkətdə də, yeniləşən hərəkətdə də eyni cürdür. V plus V0 bölü 2 vur T. İkinci tənliyimizdə. Tənliyimiz belə ola bilər. Mənfi V0T üstə gəl AT kvadratı bölü 2. Görürsünüz, sürət mənfi, təcil müsbət. İkinci şəkli bu ola bilər. V0T çıx AT kvadratı bölünsün 2. Bax, bu da bizdən ötürü bərabər yavaşlayan hərəkətin tənlikləridir. Birincidə V'miz mənfi olduğuna görə bu oxun əksinə yavaşlayandır. Oxun əksinə yavaşlayan. Bu isə ox istiqamətdə yavaşlayandır. Sonra növbəti tənliyimiz, üçüncü tənliyimizdə isə SX-imiz bərabər olacaq V0 kvadrat çıx V kvadrat bölünsün 2AX. Bax, bu isə yavaşlayan hərəkətdə üçüncü tənliyimizin ifadəsidir. V0 qabaqda olanda yavaşlayan hərəkət, V qabaqda olanda yeniləşən hərəkət olacaq. Oldu, SX bərabərdir V0 kvadrat çıxılsın V kvadrat bölünsün 2AX. Bu tənliklərimizin hamısı bizdən ötürü yavaşlayan hərəkətə aiddir. Yeniləşən hərəkətdə yer dəyişmən proyeksiyasının belə bir düsturunda yaza bilərik. Mənfi V0T çıx AT kvadratı bölünsün 2. Diqqət elədinizsə, V0T çıx AT kvadratı bölünsün 2 düsturunda T ilə T kvadratın qarşısındakı ifadəyə baxdıq. T kvadratın qarşısındakı ifadə A bölü 2-dir, T'nin qarşısındakısı isə V0'dır. Yəni, onların işarəsi eynidirsə hərəkət yeniləşən, onların işarəsi əkssə hərəkət yavaşlayan hərəkətdir. Məsələn, tənlik olaraq desək, tutaq ki, SX bərabərdir mənfi 3T çıxılsın 2T kvadratı şəklində desək, artıq bu yeniləşən hərəkət. Amma X oxun əksinə. Çünki bizim V0 X-imiz mənfi 3 metr bölünsün saniyədir. T kvadratın qarşısındakı isə A böl 2 ifadəsidir. Ona görə də T kvadratın qarşısındakı ifadəni 2-yə vursaq, həmişə təcil alacaq. Təcilin proyeksiyası 2 vur 2 eləyəcək mənfi 4 metr bölünsün saniyə kvadrat. Artıq sürətin də proyeksiyası mənfi, təcilin də proyeksiyası mənfi, hərəkətimiz bərabər yeniləşən olacaq, özdə X oxunun əksi istiqamətində. Artıq biz yavaşlayan hərəkətlərimizi də dedik. İndi gələk yer dəyişmə zamandan asılılıq qrafikinə. Yer dəyişməmizin zamandan asılılıq qrafiki olacaq parabola. Yəni, yer dəyişmə zaman qrafiki bizdən ötürü sadəcə parabola. 4 dənə parabolamız var. SX-in T'dən asılılıq qrafiki. Birinci qrafikimiz olacaq bizdən ötürü parabola, yeniləşən hərəkət. İkinci qrafikimiz olacaq parabola, yeniləşən hərəkət. Burada bizim sürətimizin proyeksiyası müsbətdir. Parabolanın qolu yuxarı olduğuna görə təcilin də proyeksiyası müsbətdir. Olacaq ox istiqamətdə bərabər yeniləşən. Burada hərəkətimizin Vx-imiz mənfidir. Avtomatik təcilimiz də mənfidir. Parabolanın qolu aşağı olduğuna görə təcil mənfidir. Bu isə olacaq oxun əksinə bərabər yeniləşən. Növbəti iki qrafikimiz isə SX-in T'dən asılılıq qrafiki olacaq bizdən ötürü X oxu istiqamətində yavaşlayan hərəkət. Parabolanın təpə nöqtəsi buradır. Bu isə X oxunun əksinə yavaşlayan hərəkət. Parabolanın təpə nöqtəsi buradır. Burada bizim təcilimiz mənfidir, çünki parabolanın qolu aşağıdır. Sürətimiz amma müsbətdir. Olacaq ox istiqamətdə bərabər yavaşlayan hərəkət. Burada isə parabolanın qolu yuxarıdır, təcilimiz müsbətdir. Sürətimiz isə mənfi olmalıdır, hərəkət yavaşlayan hərəkət. Bu isə oxun əksinə bərabər yavaşlayan hərəkətdir. Yəni, yer dəyişmə zaman qrafiki təcilli hərəkətdə parabola olacaq. Yəni, düz xətt ola bilməz. Bərabər sürətli hərəkətdə isə düz xətlidir. Koordinatımızın yer dəyişmədən fərqi nədir? Yəni, koordinatın düsturu yer dəyişmənin düsturuna
biz x minus x0 tənliyi ilə baxa bilərik. Onda bizim x'imiz, yəni son koordinatımız x0 üstə gəlinsin sx'dir. Yəni v0 sıfırdan fərqli olarsa x'imizin tənliyi bu şəkildə olacaq. x0 üstə gəlinsin v0 xt üstə gəlinsin axt kvadratı bölünsün 2. Yəni koordinat zaman tənliyində də artıq zamanın hansı dərəcəsi iştirak edir? Kvadrat iştirak edir. Demək ki, x'imizin də t'nin asıllığı paraboladır. Şimdi burada yenə də biz t kvadratı ilə t'nin qarşısındakına baxacaq. Məsələn, tutaq ki, x'in tənliyi bizə belə versə, 2 üstə gəlinsin 2t üstə gəlinsin 3t kvadrat. Məsələn, bizdən hərəkətin növünü soruşsa, biz hərəkətin növünü y-ləşək. Çünki t'nin qarşısındakı v0'dır. Yəni v0 x'imiz 2 metr bölünsün saniyədir və müsbətdir. T kvadratın qarşısındakini 2'yə vurduqda isə ax alacaq. Yəni 2 vurulsun 3 eləyəcək 6 metr bölü saniyə kvadrat. Hər ikisi müsbət olduğuna görə hərəkət y-ləşən hərəkət. Məsələn, x bərabərdir mənfi 2 üstə gəl 2t üstə gəl t kvadrat şəklində versə, yenə də t kvadratı ilə t'nin qarşısındakına baxacaq. Bu sadəcə bizim başlanğıc koordinatımızın mənfi 2-dən başladığını bildirir. Yəni koordinat başlanğıcından soldan 2 vahid nöqtədən başlamışıq hərəkətə. İndi koordinat zaman qrafikində də eyni bu 4 qrafikdir. Şagirdlər sadəcə koordinat zaman qrafikində bizim zamandan asıllıq qrafikimiz 2-0 qədər fərqlənəcək. Məsələn, yeniləşən hərəkətlərimiz. Bax, birinci parabolamız yuxarı, parabolamız yenə də yuxarı. Bax, bu birinci hərəkət. Yəni, x-ox istiqamətində yeniləşən hərəkət. Sadəcə x0'ımız müsbətdir. Burada isə x0'ımız mənfidir. Yəni, x-ox istiqamətində yeniləşən hərəkət. İndi x-oxun əksinə yeniləşən 2 qrafikini çəkəcəyik. Yəni, yeniləşən hərəkətlərdə parabolanın təpə nöqtəsi 2-0 qədər aşağı yuxarı hərəkət edəcək. Məsələn, bu olacaq bizdən ötürü. x0'ımız mənfi. Burada isə qrafikimiz olacaq x0'ımız müsbət. Məsələn, buna 1 qrafiki, 2 qrafiki, 3 qrafiki və 4 qrafiki desək və hər birinə aid tənlik yazıram aşağıdan. Məsələn, x1 bərabərdir, yazacağım. x0 üstə gəl v0 deyə görürsünüz, indeks yazmıram indeksinə. Çünki artıq bunun işarəsini bilirəm. O olsun at kvadratı bölünsün 2. x2, yəni 2 qrafikinə oyun tənliyimiz mənfi 2-0 üstə gəlilsin v0t üstə gəl at kvadratı bölünsün 2. Çünki bu iki qrafik x-ox istiqamətində yeniləşəndir, sürətdə müsbət olmalıdır, tərcihdə müsbət olmalıdır. Digər iki qrafikimizə uyğun x3'ümüz bərabərdir. Yazacağıq mənfi, daha doğrusu x3 yuxarıdakidir, mənfi yox, müsbət x0. Müsbət x0 artıq x-oxunun əksi istiqamətində yeniləşən hərəkət. Yazacağım minus v0t minus at kvadratı bölünsün 2. Məsələn, 4-cü qrafikimiz üçün x4 bərabərdir. Yazacağım mənfi x0 çıx v0t çıx at kvadratı bölünsün 2. Növbəti 2 qrafikimiz isə bu şəkildə olacaq. Məsələn, x-ox istiqamətində yavaşlayan hərəkətin qrafiki. Artıq yavaşlayan hərəkətdə parabolanın təpə nöqtəsi yox, parabolanın qolu x-oxunu kəsəcək. Məsələn, parabolanın təpə nöqtəsi buradır, x0'ımız buradır. x0 burada müsbətdir. Məsələn, parabolanın təpə nöqtəsi buradadır, x0'ımız buradadır, x0 artıq mənfidir. Buna məsələn, tutaq ki, 5 tənliyi deyək, buna 6 qrafiki deyək. Onda bizim x5'imiz bərabərdir. x0 x-ox istiqamətində yavaşlayandır, üstə gəl v0t çıx at kvadratı bölü 2'dir. x6'mız bərabərdir. Mənfi x0 üstə gəl v0t çıx at kvadratı bölünsün 2. İndi gəlirik növbəti 4 qrafikə, yəni x-oxun əksində yavaşlayan hərəkətə. X-in t'dən asıllıq qrafikində qrafikimiz bu şəkildə qrafik ola bilər. Parabolanın təpə nöqtəsi buradır və x0'ımız buradadır, müsbətdir. Eyni o qrafiki bu şəkildə də çəkə bilərik. Parabolanın təpə nöqtəsi bu nöqtəyə düşər. x0'ımız isə buradır.
Burada ise x0 mənfidir. İndi məsələn bunu 7 qrafiki deyək, buna 8 qrafik. X7 qrafiki bərabərdir. Olacaq x0. Bu x oxunun əksinə yavaşın olduğuna görə minus v0t üstə gəl at kvadrat bölü 2. Yəni parabolanın qolu yuxarı olduqda təcil mənfi ola bilməz. X8 qrafikimiz isə olacaq mənfi x0 çıx v0t üstə gəl at kvadratı bölünsün 2. Yəni bizim x-imizin sx-dən fərqi sadəcə qrafiklərimizin təpə nöqtəsinin və yaxud da qolunun müəyyən istiqamətdə yuxarı və yaxud da aşağı yönəlməsi ilə təyin olunan qrafikimizdir. Bu belə. Bu bizim qrafiklərimizə aid ifadələrimiz. İndi gələk təcilli hərəkətdə n-ci saniyədə gedilən yol düsturuna. N-ci saniyədə gedilən yolun düsturu n-ci saniyədə gedilən yol yazıram bura. N-ci saniyədə gedilən yol. Artıq n saniyədə yox, n-ci saniyədə gedilən yoldan gedir söhbət. Bizim düsturumuz Sn bərabərdir. A bölünsün 2 vurulsun 2n minus 1 düsturudur. Bu düsturun açılışını vermək istəyirəm sizə. N-ci saniyədə gedilən yolu tapmaqdan ötürü n saniyədə gedilən yoldan n minus 1 saniyədə gedilən yolu saniyədə yol çıxırıq. Onda bizim s'imiz at kvadratı bölünsün 2'dir. Burada təbii ki bunu qeyd eləməliyik. V0'ımız 0 olarsa. Onda bizim sn'imiz bərabər olur. Yəni n saniyədə gedilən yolumuz olur. An kvadratı bölünsün 2. N minus 1 saniyədə gedilən yolumuz olur. A vurulsun n minus 1'in kvadratı bölünsün. Şimdi bu yolları çıxsaq, yəni sn çıxılsın sn minus 1 bərabərdir. Bunun sadəcə açılışı bəlkə də lazımsız gələ bilərsə, amma deyil. Olacaq belə. An kvadratı bölünsün 2 çıxılsın. Mötərizədə yazıram. An kvadratı bölünsün 2 çıxılsın 2 an bölünsün 2 üstə gəlilsin a bölünsün 2. N minus 1'i kvadrata yüksəltir. Mötərizənin açısı olsaq an bölünsün 2'lər, an kvadrat bölünsün 2'lər gedər. Buradan da a bölünsün 2'ni mötərizə xaricinə çıxarsaq qalar 2n minus 1. Bu da düsturun isbatıdır. Belə, bax, düz xətli bərabər təcilli hərəkətdə qrafik, tənlik, yer dəyişmə və koordinat qrafiklərinin izahı bu qədər. Kanalımıza abunə olmağı unutmayın. Dəstək olun ki, hər bir şagirdin qarşısına kanalımızdakı bu izahlarımız çıxsın. Bu, təbii ki, təkrar xarakterlidir. Burada vurgulayacağımız şeylər çox olmalıdır, amma təkrar xarakterli olsun deyə əsas mövzulara toxunuram. Əsas hissələrə toxunuram ki, bu hissələr sizin təkrar yadınıza düşmüş olsun. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.